Türkiyədə baş verənlərin əsas səbəbləri nə idi? Düşünürəm ki, Türkiyədə baş verən bu olayların, bu acınacaqlı olanların, ağırlı olan əsas səbəbi Türkiyə iqtidarının, söhbət AKP iqtidarından gedir, son 10-12 ildə, 14 ildə apardığı xarici daxili siyasətin qeyri-sabitliyidir, qeyri-ardıcıllığıdır, dəyişkənliyidir. Bu, həm ölkə daxilindəki kəsimlər tərəfindən başa düşülmürdü, bəzən etirazlara səbəb olurdu, bəzən kəskin tənqidlərə səbəb olurdu. Eyni zamanda Türkiyənin tərəfdaşları olan dövlətlər tərəfindən başa düşülmürdü, müttəfiqləri olan dövlətlər də tərəfindən başa düşülmürdü. Söhbət Avropa Birliyi, Amerika Birləşmiş Ştatlarından, NATO dövlətlərindən gedir, regiondakı qonşu dövlətlər tərəfindən başa düşülmürdü və nəticə etibarı ilə çox ciddi problemlər yaradırdı. Əgər biz AKP iqtidarının bu siyasətini nəzər salsaq, biraz misalların timsalında nəzər salmalı ki, insanlar üçün aydın olsun. Məsələn, daxili problemləri Türkiyənin var idi, çox ciddi daxili problemlər. Nə idi daxili problemləri? Türkiyə daxili problemlərində, məsələn, AKP hakimiyyətə gələndə ən ciddi daxili problemlərdən biri və Türkiyənin həllini gözlədiyi problemlərdən biri Kürd problemi idi. AKP hakimiyyətə gələndə pozitiv bir şey baş verdi. İlk dəfə olaraq Türkiyə hökuməti Erdoğanın dilindən və yaxud da ki, AKP iqtidarının dilindən eşitdi ki, ölkədə Türkiyənin Kürd problemi var. Hər hansı bir milli, etnik, dini azlığın mövcudluğu özü-özlüyündə problemdir. Bu, Avropa dövlətlərinin timsalında da görsək, ciddi problemdir. İngiltərədə ciddi problemdir, həllini gözləyən problemdir. Belçikada bəzən hökuməti illərlə təşkil etmək olmur milli problemə görə və s. Bu, özü-özlüyündə ciddi problem. Türkiyədə uzun müddət bu problemin mövcudluğu inkar olunurdu. Deyirdilər terror ancaq. Ancaq bu dedik Kürd problemi var və həlli yolları var. Sözsüz ki, bu həlli yolların heç biri ideal deyil, amma hər halda AKP iqtidarı dinc danışıqlar yolunu seçdi. Kürd açılımı siyasəti var. Nə oldu sonda? Və nəticədə bir il öncə, təxminən bir il öncə birdən-birə həmin Kürd açılımı siyasətindən imtina olundu və terrora savaş elan olundu. Ancaq bu illər ərzində nə baş verdi? PKK öz strukturlarının böyük bir hissəsini dağlardan şəhərlərə daşıdı. Şəhərlərin daxilində, böyük şəhərlərin hətta daxilində yaşayış məntəqələrində öz strukturlarını qurdu. İlk dəfə olaraq Türkiyə Böyük Millət Məclisində bir partiya kimi PKK təmsil oldu. HDP bilirsiniz ki, hamı anlayır ki, PKK-nın siyasi qanadıdır və orada təmsil olundu. Əslində onun fəaliyyət imkanları genişləndi və bundan sonra həmin siyasəti məntiqi nəticəsinə çatdırmadan imtina edib yenidən savaş elan edəndə Türkiyə təbii olaraq daha geniş Kürd terroru qarşısında Kürd terroru ilə qarşılaşmalı oldu. Yəni PKK terroru ilə qarşılaşmalı oldu. Çünki imkanları daha genişdir indi hal-hazırda, daha çox səpələniblər ölkə ərazisində, daha çox inteqrasiya olunmuş, ancaq silahı əldən qoymamış bir PKK ilə biz qarşılaşdıq. Yəni Türkiyə qarşılaşdı eyni zamanda. Və yaxud da ki, məsələn, generallar həbs olundu. Ergenekon problemi yarandı. Məsələn, Nurçularla birlikdə faktiki olaraq Nurçu cəmaatı ilə, Fethullah Gülen tərəfdarları ilə birlikdə orduya bir savaş elan olundu ki, ordunun hegemonluğuna savaş elan olundu. İlk nəzərdən doğrudan da pozitiv bir şeydir. Ordu siyasətə qarışmamalıdır. Ordu siyasətə öz qaydalarını diktə eləməməlidir. Ordu siyasətə xalq tərəfindən seçilmiş hökumətə xarici siyasi, daxili siyasət qaydalarını, proqramını diktə eləməməlidir. Bunu aradan qaldırılması özü pozitiv bir şeydir. Yəni ki, nəticə ehtimalı yenə də pozitiv var idi bu siyasətdə. Lakin həyata keçirilməsi ilə başlandı, ordunun zəiflədilməsi ilə başlandı. Ordunun siyasi nüfuzunun azaldılması ilə, yəni siyasi təsir imkanlarının azaldılması ilə yox, ordunun bütövlükdə zəiflədilməsi siyasəti və yadınızdadırsa Ergenekon dövlət çevrilişi planı ortalığa çıxdı, Balyoz dövlət çevrilişi planı ortalığa çıxdı. Sonradan isə məlum oldu ki, nə Ergenekon olub, nə Balyoz olub. Bu, yalnız Nurçuların həyata keçirdiyi bir təxribatdır. Həmin generallar azadlığa çıxdılar. Əksinə Nurçulara qarşı bir savaş elan olundu. Bu, mən daxili siyasətdə başqa problemləri də Türkiyənin var.
kəskinləşmiş problemləri var. Tarixən gələn ənənəvi problemləri var ki, onlar bir qədər də kəskinləşdi. Faktiki olaraq müəyyən mənada qisasçılıq meylləri artdı. Bilirsiniz ki, uzun müddət Türkiyədə dindarlara qarşı kifayət qədər güclü təzyiqlər olub Erdoğan hakimiyyətə gələn. Erdoğan hakimiyyətə gələndən sonra bərabərləşdirmə imkanları, bərabər hüquqlar təmin etmə adı ilə bir siyasət başlandı. Lakin nəticə etibarilə bugün biz Türkiyədə əslində dünyəvilərə qarşı bir təzyiqin görürük, təzyiqin olduğunu görürük. Bu problem də yarandı. Və xarici problemlər var idi. Bilirsiniz ki, şuar elan olundu ki, qonşularla sıfır problem şuarı. Nəticə etibarilə bugün İsraillə münasibətlər korlandı. Misirlə münasibətlər bugün bərbad gündədir. Suriyada birbaşa savaşa cəlb olunub Türkiyə. Rusiya ilə ciddi problemlər yarandı. Erməni açılımı siyasəti irəli sürüldü. O da nəticə vermədi, iflasa uğradı. Artıq demişəm ki, Türkiyənin tərəfdaşları ilə Avropa Birliyi ilə dövlət daxil olan, NATO-ya daxil olan dövlətlərlə ciddi problemlər var. Amerika Birləşmiş Ştatları ilə problemləri ideal deyil. Hətta bunu Erdoğanın özü də etiraf elədi ki, bu ideal deyil, ideal səviyyəyə çatdıra bilməmişik. Və nəzərə almalı Türkiyə çox qaynar nöqtədədir. Məsələn, İsraillə problem, xarici problem İslam faktoru ilə əlaqədar idi. Əgər yadınızdadsa, Hamas dostu, qardaşı elan edildi Türkiyənin. İsraillə münasibətləri korlanmağa başladı. Nəticə isə Mavi Mərmərə olayı baş verdi. Mavi Mərmərə olayında həyatını itirmiş insanlar üçün sözsüz ki, İsrail məsuliyyət daşıyır. Amma o nöqtəyə hadisələri gətirib çıxardan bir siyasət oldu. Bugün Hamas geniş imkanlar yaradırdı Türkiyə. Hamasın az qala sözçüsünə çevirmişdi bəzi Türkiyə rəsmiləri. Bugün isə İsraillə münasibətlər bərpa olunur. Hamasın mənzil qərargahı İstanbulda bağlanılır. Maraqlı tendensiyalardır və nəhayət dövlət çevrilişinə cəhd baş verir. Sözsüz ki, bu siyasət, yəni ki, fikir verirsiniz, Erdoğan hökuməti müttəfiqlərini itirə gedir. Yeni müttəfiqlər qazanmır. Köhnə müttəfiqlərin münasibətlərinin korlanması nəticə etibarən bərpa olunursa da münasibətlər sözsüz ki, əvvəlki inam əsasında bərpa olunmur. Əvvəlki inam olunur bu münasibətlərdə. Və sözsüz ki, bu siyasət həm daxili, həm xarici siyasət. Kənarda da Türkiyədə vəziyyəti tənzimləmək, ən azı tənzimləmək istəyə olan qüvvələri artırır. Dəyişmək istəyən qüvvələr artır. Daxildə də müxtəlif kesimlər tərəfindən başa düşülmür. Müttəfiqlərin dəyişməsi, dostların düşmənə çevrilməsi sözsüz ki, müəyyən bir etiraz potensialı yaradır və bu etiraz potensialı nəticə etibarı özünə çıxış yolları axtarır. Faktiki olaraq bu cür qeyri-sabit siyasətdə təlatümlər qaçılmazdır. Mən ayın 12-si belə bir məqalə yazmışdım ki, Türkiyənin qeyri-sabit daxili və xarici siyasəti bu ayın 12-si yazmışdım ki, onu çox ciddi təlatümlərlə qarşı-qarşıya qoyur. Bu təlatümlər qaçılmazdır və 4 gündən sonra belə bir hadisələr baş verdi. Bir şey başa düşməliyik ki, bu prinsipcə həmin siyasətin nəticəsidir. Və bu nəticə bugün dövlət çevrilişinin qarşısını alıb, bu çox gözəl şeydir. Ordu siyasəti heç nə diktə eləməlidir, edə bilməz, hökumətə heç nə diktə və cəzalandırılmalıdır insanlar. Amma nəticə etibarıyla bu hadisə problemlərin olduğunu nümayiş etdirməklə yanaşı, həmin problemləri dərinləşdirə bilər və gələcək üçün ciddi problemlər yarada bilər. Bu hadisə baş verdi. İndi Türkiyədə belə gördük ki, yeni siyasi münasibətlər sistemi yaranacaqdır. Ya Türkiyədə iqtidar, yəni AKP hakimiyyəti daha da möhkəmlənəcəkdir, öz mövqilərini möhkəmləndirməyə çalışacaqdır, ya da problemin həllinə yönəmli siyasət yürüdəcək. Bunun hansı görünür? Bax, bugün Türkiyədə baş verən hərbiçilərə qarşı hərəkətlər Türkiyə qanunvericiliyinə uyğundurmu, konstitusiyaya uyğundurmu? Biz hadisələrə qısa və uzun müddətli perspektivdə baxmalıyıq. Sözsüz ki, qısa müddətli perspektiv və bugün görünən də odur ki, Türkiyə iqtidarı və Erdoğan, Cumhurbaşqanı Erdoğan başda olmaqla hadisələrdən maksimum
maksimum fayda görmək siyasəti həyata keçirir. Məlumdur ki, söhbət 6000-dən çox adamın həbs olunmasından gedir. 100-dən artıq, 100-ə yaxın, 100-dən artıq general-admiralın həbsindən gedir. Minlərlə polis işinin işdən çıxarılmasından gedir. Minlərlə prokurorun, hakimin işdən uzaqlaşma, yüzlərlə prokurorun, hakimin həbsindən gedir. Artıq bugün valilərin işdən uzaqlaşdırılmasını biz eşidirik və s. Sözsüz ki, bu insanların heç də hamısı çevrilişlə əlaqədar insan olmayıblar. Bu insanlar, mən istisna eləmirəm ki, doğrudan da böyük əksəriyyəti, bəlkə də hamısı bu ya digər dərəcədə ya Gülen hərəkatı ilə əlaqədar olublar, ya Gülen cəmaatı, yəni Nurçu cəmaatla əlaqədar olublar. Və də ola bilər ki, ümumiyyətlə müxalif bir mövqeyli insanlar olublar. İdarə etmə sistemində yerləşdirilmiş müxalif insanlar olublar. Ola bilər ki, söhbət prinsip, çünki 12 saat ərzində 12 saat, 24 saat artıq ərzində, 48 saat ərzində hətta bütün tədqiqatı aparıb minlərlə 6000 insanın həbsi haqqında qərar çıxarılması ağla batan deyil. Onların günahının sübutuna bağlı. Bu o deməkdir ki, hansısa bir siyahı var, orada dövlət idarəetmə orqanlarında yerləşmiş hakimiyyət əleyhdarlarının bir siyasi, onlar üzrə həbslər gedir. Sözsüz ki, bu halda maksimum fayda əldə edilmək üçün edilir. Bu təmizlənmə siyasətidir, euforiya yaradılması siyasətidir, euforiya bir şeydir. Bu halda qısa müddətli perspektivdə mən istisna eləmirəm ki, Erdoğan konstitusiya dəyişiklikləri həyata keçirməyə çalışacaq. Prezident üsul idarəsinə keçməyə çalışacaq. Çünki əgər səhv eləmirəmsə, Daxili İşlər Naziri artıq sistemin sorunlarının, yəni sistemin problemlərinin bu cür hadisələr gətirib çıxartdığını elan edib və sistemə dəyişikliklər edilməsini zəruriliyindən danışır. Bunu hasanlaşdıra bilər. Amma çox ciddi digər problemlər yaradır. Bütün bunlar kütləvi həbslərlə müşahidə olunursa və bu kütləvi həbslər Erdoğanın ilk dəqiqələrdə etdiyi bəyanata ziddir. Çünki o deyirdi ki, çox dar bir kəsim bu çevrilişə cəlb olunub. Bugün isə kütləvi həbslərdən söhbət gedir. Sözsüz ki, bu insan haqları və s. ilə bağlı çox ciddi beynəlxalq təzyiqə məruz qalacaq. Digər tərəfdən ölüm hökmünün bərpasından bugün söhbət gedir və məntiq etibarıyla ölüm hökmünün bərpasının nə demək olduğunu mən anlamıram. Çünki ölüm hökmünün bərpası bu insanlara şamil edilə bilməz. Çünki qanunun geriyə tətbiqi qeyri-mümkündür. Yəni, bu təməl prinsipidir. Bundan sonrakılara yoxsa ümumiyyətlə qanunun, hüquqi dövlətin təməl prinsiplərinin ziddinə olaraq bunlara şamil edilməsinə nəzərdə tutulursa, bu çox linç məhkəmələrinin faktiki olaraq biz aşağılanmalarının təhqir olunmasını, döyülməsini istəyirik. Bu sözsüz ki, ciddi problemdir. Bunların qarşılığının alınması bu uzun müddətli perspektivdə Türkiyənin xarici siyasətdə çox ciddi problemlərini yaradacaq. Eyni zamanda daxildə də ciddi şeydir. Eyfarik xalq keçir. Qısa müddətli olur. 10 gün olur, 20 gün olur, bir ay. Sonra məntiq başlayır işləmə. Məntiq işləmə başlayanda bu insanlar Türkiyə vətəndaşlarıdır və ordudur. Və nəhayət Türkiyə üçün təməl bir problemlər yarada bilər. Söhbət ordudan gedir. Bugün insanları tutmaq olar, ordunun böyük bir qismini neytrallaşdırmaq olar, onun təsirini. Amma Atatürk'ün ideoloji əsasını qoyduğu ordudan söhbət edir. O ordu yaşaya biləcəkdir? Yaşamalıdır. Çünki bilirsiniz, ordunun olub-olmaması, əgər Türkiyə dövləti üçün, dövlətindən söhbət gedir, hakimiyyətdə kimin olmasından asılı deyil. Türkiyənin problemlərindən asılıdır. Bəli, ordu qarışmamalıdır. Ordu ancaq öz işi ilə məşğul olmalıdır. Amma bugün deyəndə ki, ordunu məhv eləyirlər, bu çox, ordunun məhv edilməsi Türkiyənin məhv edilməsindən gətirib çıxardır. Kürt terroru heç bir yerə yox olmayıb. Kürt terroruna qarşı mübarizə aparmaq üçün təkcə xüsusi xidmət orqanları kifayət deyil. Çünki Kürt terroru Avropada, başqa dövlətlərdə mövcud ənəvi terror təşkilatlarından deyil. Terror qruplaşmalarından ibarət deyil. Hərbi hissələrdən, Kandildə oturmuş hərbi hissələrdən ibarətdir.
böyük qruplaşmalardan və oradan güclü ordu lazımdır. Suriya probleminin həllində Türkiyənin söz sahibi olması üçün güclü ordu lazımdır. İŞİD məsələsi yeganə terror təşkilatı belə deyək ki, dövlət yaradır. Dövlət yaradır, ordusu var. Ordusu var. Yəni ki, ordu və Türkiyənin boş-boşuna demədim ki, qaynar regionda yerləşir. O qaynar regionda ordu kifayət qədər ciddi alətdir, vacib, zəruri alətdir. Və bugün ordudan xoşa gəlmədiyi insanları uzaqlaşdırmalı. Ordunu gücləndirmək zərurəti varsa, ordu güclənəcək, yeni insanlar yaranacaq. O insanların siyasətə qarışmasını mümkün etməyən bir sistem yaratmaq lazımdır. Başa düşüləndir. Burada yeni amillər ortaya çıxdı. Yeni media, yeni sosial şəbəkələr anlayışı ortaya çıxdı. Erdoğan hökumətinin, AKP hökumətinin həmişə demək mübarizə apardığı internet, sosial şəbəkələr, azad media və artıq eyni zamanda siyasi partiyalar Erdoğan hökumətinin devrilməsində, yəni bu hərbi çevriliş cəhdinin qarşısını alan ən mühüm amillərdən ekspertlər belə hesab edir, biri də bu oldu. İndi Erdoğan hökumətinin bu media qurumlarına, bu şəbəkələrə münasibəti necə olacaqdır? Mən düşünürəm ki, əvvəlkindən fərqlənməyəcək. Bilirsiniz, Elçisi də təhvil veribdi Azərbaycan hökumətinə. Erdoğan hökuməti həbs edibdi. Təhvil verib. Mən ümumiyyətlə heç bir hakimiyyətin mətbuatdan xoşu gəlmir. Yəni ki, azad strukturlardan, nəzarət altında olmayan strukturlardan, hətta demokratik hakimiyyətlərin xoşu gəlmir. O qədər də xoşu gəlmir. Yox, xoşları gəlmir. Hakimiyyətin xoşu gəlməməlidir. Mənim üstümdə nəzarətdir, mənim hərəkətimə xoşu gəlməyəcək. Amma sistem varsa, o sistem hakimiyyətin və anlayış varsa, demokrat anlayışı varsa, hə, bu xoşa gələn şey deyil, amma zəruri bir şeydir və dövlətin inkişafı üçün, ölkənin inkişafı üçün çox zəruri bir alətdir. Bu alətdir. Bunun başa düşülməsi var cəmiyyətdən. Cəmiyyət əsasən qoruyur mətbuatı. Bütün dövlətlərdə məhkəmə hüquq sistemi zadı var. Bütün bu hüquq normaları cəmiyyətin özünün fəallığı ilə onu mətbuatı qoruyur. Bugün Erdoğan və yəni ki, dövlət çevrilişinə əleyhinə olan qüvvələr o sistemdən çox gözəl istifadə elədilər. Sosial şəbəkələr vasitəsilə hamısı o dəqiqə cəmaata çıxdı və dəstəkləmədiyini bildirdi ki, xalqa ki, heç bir partiya dəstəkləmədiyini bildirdi. Meydana çağırdı, qanuni hökuməti müdafiə etdiklərini bildirdilər bu ağır vəziyyətdə və Erdoğan özü də sosial şəbəkələr vasitəsilə, yəni ilk müraciətini sosial şəbəkə vasitəsilə xalqa etdi. Çünki bu onun yeganə faktiki olaraq o an üçün qalmışdı çıxışı xalqa, birbaşa müraciət etmək üçün. Amma bu keçici bir şeydir. Yəni ki, mənim ehtimalıma görə Erdoğan hakimiyyəti üçün keçici bir şeydir. Çünki Erdoğan hakimiyyəti öz şəxsi səlahiyyətlərini genişləndirməyə çalışan insandır. Açıq bunu elan eləyir. Avtoritar xarakterli insandır və öz üzərində nəzarətə dözməyən bir insandır. Sözsüz ki, belə bir insan, mən düşünürəm ki, çox qısa müddət ərzində qələbəni bütövlükdə xalq və mənim qələbəm olduğunu elan etməyə çalışacaq və bütün bu digər bizim sadaladığımız o sistemin, o alətlərin rolunu inkar etməyə çalışacaq. İndi artıq deyilir ki, xalq məni müdafiə elədi, AK Partini müdafiə elədi və s. Xalq və mən düsturuna gətirib çıxaracaq. O birisləri yenə də sıxışdıracaq. Son sual. Bu, Türkiyədə baş verən hadisələrin Azərbaycanda siyasi situasiyalara təsiri nə ola bilər? Münasibətlər sisteminə təsiri nə ola bilər? Birbaşa təsirini mən görmürəm. İqtisadi əlaqələr, böyük İqtisadi əlaqələr davam edir. Münasibətləri var. Birincisi, biz onu eləyəcəyik ki, əsasən beynəlxalq aləmdə Türkiyənin mövqeləri zəifləməsi prosesidir bu. Bütün hallarda zəifləməsidir. Belə bir təlatümün baş verməsi Türkiyədə. Bu sözsüz ki, Azərbaycana təsirsiz düşməyəcək. Təsirsiz düşməyəcək. Çünki bizim ən yaxın müttəfiqimiz, ən böyük dəstəyimiz beynəlxalq aləmdə Türkiyədir. Türkiyə çox xəstə bir vəziyyətdədir. Bu xəstəlikdən durmalıdır.
uzun müddətli perspektivdə durması mümkündür. Qısa müddətli perspektivdə problemlər artacaq. Bir müddətdən sonra cəmiyyət deyir, euforiya keçəcək və məntiqi suallar çıxacaq. Kürd terroru var, o var, bu var, bunların hamısını həll eləmək lazımdır. Suriya var, hamısını həll eləmək üçün cəmiyyət yenə də suallarına cavablar tələb eləyəcək. Ancaq qısa müddətli perspektivdə Türkiyə çox ağrılı bir dövrdən keçəcək. Sözsüz ki, Türkiyənin çox ciddi problemləri olacaq. Sözsüz ki, onların problemləri necə ki, əvvəlki problemləri var idi. Məsələn, Rusiya münasibətlərinin gərginləşməsi Azərbaycana təsiri ölçümlüdür. İsraillə münasibətlərin kəskinləşməsi Azərbaycana təsiri ölçümlüdür. Sözsüz ki, bu problemlər olacaq. Amma biz mənə elə gəlir ki, özümüz üçün ən azından dərs götürməliyik bu məsələ. Birincisi, məqsədin nə qədər ali olmasından asılı olmayaraq, nə qədər xoşməramlı olmasından asılı olmayaraq, ordu öz işini siyasətə qarışmamalıdır. Qiyam yolu ilə hakimiyyətin dəyişdirilməsi məqbul edilməz nəticələrə gətirib çıxardır. Dövləti zəiflədir. Ən xoşməramlarla xalq qiyamı biz başqa dövlətlərin də timsalında gördükdə Ukraynanın məsələn nəticə isbatının ciddi problemlə yatdı. Bu bir şeydir. İkinci çox ciddi bir dərs olmalıdır. O dərsi hakimiyyət özü götürməlidir ki, elə bir demokratik, davamlı sistem yaradılmalıdır ki, ölkədə hüququn aliyinə əsaslanan elə bir demokratik, davamlı sistem yaradılmalıdır ki, bu tip çevrilişlərin mümkünlüyünü istisna etsin. Zəruriliyini aradan qaldırsın və mümkünlüyü, hətta ayrı-ayrı kəsimlər üçün zəruriliğini və imkanlarını aradan qaldırsın. Bax, mən gəlir ki, bizim özümüz üçün çıxara biləcəyimiz iki dərs bundan ibarətdir. Qiyamlar, inqilablar, çevrilişlər ölkəni xoşbəxtliyə aparmır. Çox sağ olun, gəldiyinizə görə təşəkkür edirəm. Sağ olun.